bir məsələni sizə qeyd edeyim ki, oktyabrın 20-sindən noyabrın 20-sinə qədər Respublika ərazisində Baş Dövlət Yol Polis İdarəsi təmiz hava aylığı keçirir. Və bu təmiz hava aylığının keçirilməsində də əsas məqsəd avtomobillərdən atmosferə ixrac olunan zərərli qazların qarşısının alınmasıdır ki, hansı ki sizin avtomobildə də bu aşkarlandı hal-hazırda və bu yoxlama xüsusi cihaz olan qazanacator vasitəsilə həyata keçirilir və bu aranızda hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə tərtib olunacaq. Hal-hazırda təmiz hava aylığı tədbiri keçirilir, avtomobiliniz yoxlanılacaq hal-hazırda. Nəqliyyat vasitəsi müəyyən işlək vəziyyətdədir. Müvafiq sənədləri təqdim edin, yaxınlaşın, gəlin. Avtomobiliniz xüsusi cihaz olan qazanacator vasitəsilə yoxlanılacaq və normativ tələblər sizə bildiriləcək. Avtomobiliniz atmosferə zərərli qaz ixrac edib etməməsi bildiriləcəksə. Hansıdır işlək vəziyyətdə olan bunlardan? İstədik yoxlayaq. Çoxdur. Normativ tələbdən sizin avtomobiliniz atmosferə zərərli qaz ixrac edir. Ona görə də sizin barənizdə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində sizə protokol tərtib olunacaq. Məlumatınız var idi təmiz hava aylığı ilə bağlı. Nəzərə alın ki, belə tədbirlər ildə 3-4 dəfə keçirilir. Bu da ətraf mühitin, ekologiyanın, insan həyat və sağlamlığının qorunması üçündür. Sizin qeydiyyat şəhadətnameniz hardadır? Necə? Zəhmət olmasa portalda da yoxlayaq sürücünün qeydiyyat şəhadətnaməsinin nəqliyyat vasitəsində hər hansı bir axtarışın olmağına bağlı. Sənədə sürücü təqdim edir. Yox, fotodan baxa bilərsiniz. Normal nə qədər olmalıdır? Sabır olun. 1.2-dən artıq olduğu zaman. Düzdür, benzindir. Bu benzindir bunlar. 2 dəfə artıq. Normal çıxır 2.5. Bu çıxıb 3.3. 3.30. Bunun səbəbi nədir? Mühərrik və yanacaq sistemini mütəmadi olaraq yoxlatdırmalısınız. Məsələ bundan ibarətdir. Bunun servisinə aparın. Bir dəfə yuyub yoxlasınlar, özlərində də bu aparatdan var. Yoxlayacaqlar, sizə deyəcəklər ki, təmizdir, rahat çürük. Tanış olun. Bir ifa alacaq artıq. Sizin avtomobil normativ tələblərdən az bir şəkildə yüksəkdir. Bu səfər sizə xəbərdarlıq edirik. Sizə inzibati protokolu tərtib eləmir. Amma avtomobilinizi mütləq şəkildə mühərrik sistemini, yanacaq sistemini yoxlatdırın ki, tam saz vəziyyətdə olsun. Sağ olun, sağ-salamat. Sağ olun, yaxşı. Sağ olun. Salam yoldaş sürücü, hər vaxtınız xeyir olsun. Hal-hazırda təmiz hava aylığı tədbiri keçirilir. Avtomobiliniz yoxlanacaq xüsusi cihaz olan qazanacator vasitəsilə. Oktyabr ayının 20-sindən noyabr ayının 20-sinə qədər Respublika ərazisində Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təmiz hava aylığı keçirir. Bildirmək istərdim ki, bu tədbirin həyata keçirilməsində əsas məqsəd avtomobillərdən atmosferə ixrac olunan zərərli qazların qarşısının alınmasıdır ki, həmin zərərli qazlar insan həyat və sağlamlığına, ekologiya və ətraf mühitə ciddi şəkildə təhlükə vurur. Və bir məsələni də qeyd etmək istərdim ki, atmosferə atılan zərərli qazların, zərərli tullantıların 88% payı avtomobillərin üzərinə düşür. Ona görə də hər bir avtomobil sahibi, sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə idarə etməlidir. Mühərrik sistemi, yanacaq sistemi tam saz vəziyyətdə olmalıdır. Eləcə də yükdaşıma və sərnişin daşıma fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər də idarə etdikləri avtomobillərin mühərrik sistemi, yanacaq sistemini daima işlək vəziyyətdə, saz vəziyyətdə saxlamalıdırlar. Bir məsələni də qeyd etmək istərdim ki, avtomüəssisə rəhbərləri də istismarlarında olan avtomobilləri mütləq şəkildə hər zaman diqqət mərkəzində saxlamalıdırlar. Qeyd edim ki, bu günləri Baş Dövlət Yol Polis İdarəsi Abşeron rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları birgə maarifləndirmə xarakterli təmiz hava aylığı həyata keçirildi. Bu təmiz hava aylığının həyata keçirilməsinin əsas məqsəd avtomobillərdən atmosferə ixrac olunan zərərli qazların qarşısının alınmasıdır ki, sözü gedən həmin zərərli qazlar insan həyat və sağlamlığına, ekologiya, eləcə də ətraf mühitə ciddi şəkildə təhlükə verir. Və bildirmək istərdim ki, bugün tərəfimizdən avtomobillər aşkarlandı, hansı ki, atmosferə ciddi şəkildə ziyan vurur. Həmin avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati protokol tərtib olundu. Hansı ki, bəzi sürücülər
sürücülərin avtomobilləri tam saz vəziyyətdə olduğuna görə həmin sürücülərə yol polisi olaraq təşəkkürümüzü bildirdik və bəzi sürücülərə də xəbərdarlıq olundu. Bir daha yaratdığım fürsətdən istifadə edərək bütün sürücüləri istismarlarında olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə idarə etməyi tövsiyə edirik. Abşeron Dövlət Yol Polisinin baş inspektoru polis kapitan Allahverdi. Yoldaş sürücü, nəqliyyat vasitəsindən ixrac olan dəm qazının miqdarının ölçülməsi məqsədi ilə tərəfimizdən reydlər təşkil olunur. Onunla bağlı sizin nəqliyyat vasitəsindən çıxan dəm qazının miqdarını ölçmək istəyirik. Səfəri isə xəbərdarlıq eləyirik. Avtomobilinizin mühərrik sistemi, yanacaq sistemi yoxlatdırın. Gedin, yolumuz açıq. Sağ salamat, sağ olun. Abşeron rayon Dövlət Yol Polisi şöbəsi tərəfindən keçirilən tədbir zamanı 20-yə yaxın nəqliyyat vasitəsi saxlanıldı. Saxlanılan 20 nəqliyyat vasitəsindən cəmi 6-sına inzibati protokol tərtib olundu. Bir neçə sürücüyə xəbərdarlıq olundu. Bir neçə sürücünün idarə etdiyi nəqliyyat vasitəsində tam sazlıq müşahidə olunduğu üçün xüsusi təşəkkürümüzü bildirdik. Əhalidən xahişimiz odur ki, vaxtı-vaxtında nəqliyyat vasitələrin müayinədən keçirsinlər.